Salam dəyərli izləyicilərimiz. Mən Nabat Ağayeva, uşaq endokrinoloquyam. Bilirsiniz ki, endokrin sistem idmansız təsəvvür etmək mümkün deyil. Ona görə də biz Kənan bəylə, bizim dəyərli idmançımızla qərara gəldik ki, bir sorğu kimi, dialoq kimi aparaq. Həm mənim ona suallarım var, həm onun bizim ortaq nöqtələrimiz var sahəmizdə. Belə ki, idman zallarında müxtəlif hormonal preparatların istifadə olunması və yaxud uşaqlara hansı idman növü icazə veriləndi və s. bunlar barədə bir kiçik müzakirə aparmaq istəyirik. Kənan bəy, sizə ilk öncə sual vermək istəyərdim ki, siz peşəkar fitnesslə məşğulsuz. Mən bilmək istəyərdim, bizə həmişə fitnessi belə təqdim ediblər ki, əzələ kütləsi yığmaq üçün, hansısa göstərişlər üçün və s. Həqiqətən də belədirmi? Biz uşaqları fitnessə etibar edə bilərikmi? Faydaları nədir? Bunlar barədə istəyərdim eşidim. İlk öncə tamaşaçıları salamlayıram. Yəni fitness təkcə əzələ qurmaq üçün deyil. Fitness belə deyək ki, metabolizmanı sürətləndirmək üçün, düzgün qamət üçün, stresin azalması üçün, ürək-damar sisteminin güclənməsi üçün edilir. Yəni əzələ qurmaq sadəcə bunun bir hissəsidir, belə deyək. Bəs burada yaş məhdudiyyəti varmı? Hansı yaşdan biz uşaqları fitnessə yönəldə bilərik? Yaş qrupları üzrə məşqlər fərqlənirmi, yoxsa? Fitnessə yaxşı olar ki, belə deyək də, 12-13 yaşdan başlaya bilərlər, problemdir. Amma mütləq şəkildə müəllim nəzarəti altında olmalıdır. Çünki mən zallara baxıram, bəzi uşaqlar var ki, bu idmana belə deyək də, həvəslidirlər, gəlirlər, öz başına məşq edirlər. Öz başına məşq eləmək düzgün deyil. Yaxşı olar ki, bir trenerlə məşq eləsinlər. Çünki orada elə bir hərəkətlər var ki, onları eləyib özlərini zədələyə bilərlər və yaxud da inkişafının qarşısını ala bilərlər. Ona görə mütləq şəkildə yaxşı olar ki, müəllim nəzarət altında məşq eləsinlər. Belə. Məndən çox soruşur valideynlər, uşağı hansı mütəxəssisə yönəldə bilərik, hansı məşqçiyə? Mən ürəklə həqiqətən də Kənan bəyə yönəldirəm pasiyentləri. Çünki Kənan bəy yalnız idman niyyəti ilə idman elətdirmir uşaqlara. O bütün biokimyəvi, fizioloji mexanizmləri bir çox endokrinoloqdan daha dəqiq bilir və bu əlbəttə ki, peşəkar yanaşma çox xoşdur. Mən bilmək istəyərdim Kənan bəy, zallarda çox tez-tez rast gəlirik. Məşqçilər uşaqlara, böyüklərə müxtəlif analizlər təyin edirlər və hətta şahidi olmuşam müalicələr də təyin edirlər. Bu nə dərəcədə doğrudur? Yox, bu səhv bir addımdır. Ümumiyyətcə, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. Hər kəs öz işinin peşəkarıdır. Yəni, mən özümü götürürüm. Siz qeyd edəniz kimi, mən endokrin sistemi bilirəm. Amma bu o demək deyil ki, mən kimisə belə deyək, müalicə eləyə bilərəm və yaxud da bunlara hər hansı bir analizləri göndərib, analizin nəticəsinə uyğun müalicə eləyə bilərəm. Qeyr, mənim işim qida proqramı yazmaqdır, tələbəyə məşqi keçməkdir. Həkimin işi odur ki, yəni həkim də xəstələri, pasiyentləri müalicə eləsin, ona baxsın. O, yəni sizin işinizdir, bu iş də bizim işimizdir. Yəni, mən tövsiyə edirəm ki, bütün trenerləri olmaz, kimisə öz başına dərmanları vermək və yaxud da analizə göndərib, analizə uyğun müalicə aparmaq, müalicə etmək olmaz. O bizim işimiz deyil. Bəli, yəni hətta çox təhlükəli müalicələr təyin olunur, müxtəlif hormonal preparatlar falan. Həqiqətən də düşünürəm ki, bu yol verilməz haldır. Deməli, Nabat doktor, boy hormonu genetikadan əlavə hansı amillərdən asılıdır və nələrə diqqət edilməlidir? Boy faktoru təxminən 80% insanın genetikasından asılıdır. Çox təqribi rəqəmlərdir bunlar. Qalan 20-30%-ə qədər ətraf mühit amillərindən asılıdır. Bura idman aiddir, bura qidalanma daxildir, uşağın, insanın hansısa keçirdiyi stres, ağır xəstəliklər və s. Ən başlıca faktor sözsüz ki, sağlam qidalanma, fiziki aktivlik. Bunlar çox önəmlidir boy inkişafında. Yəni 20-30% kiçik rəqəm deyil, əslində önəmli rol oynayır, amma təbii ki, əsas yük genetikanın, genlərin üzərinə düşür. Amma bir uşaq ailecə kiçik genlərdən, kiçik genetikalı ailədən dünyaya gəlibsə, bu onun üçün ömürlük hökm deyil. Müalicələrlə, müasir müalicələr imkan verir ki, uşaq öz genetik potensialını keçə bilsin. Yaxşı. İkinci sual belədir. Ana atanın boyu qısadırsa, övladın da boyu qısa olacaq. Bəli, bu ən çox valideynləri çaşdıran suallardandır. Valideynlər elə bilir ki, özləri qısadsa artıq uşağın şansı yoxdur. Amma şükürlər olsun ki, müasir müalicələrlə artıq
genetik potensialı yenmək olur. Təbii ki, çox çətindir. Bu ən çətin müalicəyə tabe olan variantlardandır və hər uşaqda da mümkün deyil. Amma ən azından uşaqların artıq şansı var. Bir çox müalicələr var ki, bu əslində necə olur? Yəni uşağın ailədən hansı genləri götürməyindən asılıdır. Əgər uşağın həqiqətən də genetik potensialı uyğundursa, biz müalicə ilə onu, burada valideynlərin diqqətli olmağını istəyirəm. Bu hökm deyil. Biz balacayıq, uşaq da balaca, belə deyil. Ümumiyyətlə boy üçün həddindən artıq kompleks eləməyə də ehtiyac yoxdur. Amma müasir müalicələr bu problemləri aradan qaldırmağa imkan verir. Kök suyu, turnikdən sallanma, hoppanıb düşmək kimi ifadələr var ki, və bunlar uşaqlarda boy artımını dəstəkləyir. Sizin fikriniz nədir? Yəni elmi əsaslar bunu təsdiq edirmi? Bəli, yəni ümumiyyətlə hər bir fikirdə həkimlər mütləq elmi mənbələrə əsaslanmalıdırlar. Açığı kök sokunun mənbəyini bilmirəm. Bu mif necə olub ki, bizim insanlar arasında və deyərdim ki, əsasən postsovet ölkələri arasında yayılıb. Yenə hardasa idman, basketbol və s. bunlar bir çox dünya ölkələrində belə bilinir, amma kök soku düşünürəm ki, bizim əraziyə xas olan bir durumdur. Əlbəttə ki, vitamin olaraq istənilən vitaminli qidalar, meyvə şirələri və s. bunlar zəif qidalanan uşağın boyuna dəstək verə bilər. Amma boyu qeyridirsə, hansısa meyvə şirəsi ilə boy uzatmağa cəhd etmək doğru deyil. Eyni məsələ idmanlara da aiddir. Biz artıq bugün hadisələrə əsaslanan tibb yöntəmi ilə gedirik. Bunu əgər fərziyyə olaraq deyiriksə, mütləq sübut qoymalıyıq ortaya. Məsələ ondadır ki, bu hündürlüyə tullanan idman növlərində komandaları bizim pasiyentlər Avropa, Afrika əsilli idmançılarla müqayisə edirlər öz uşaqlarını ki, necə olur basketbola gedənlər hündür olurlar. Onların genetik potensialına baxmalıyıq və bundan əlavə yenə də qeyd edirəm. İnsan qısadırsa, valideyndən qısa boy genlərini götürübsə, o ciddi müalicə almalıdır. Basketbol müalicə məqsədi ilə istifadə oluna bilməz. Həmçinin voleybol, velosiped barədə belə sözləri də eşidirik. Bunlar sadəcə uşağın sağlamlığına, normal boyuna dəstək göstərə bilər. Amma normal boyu hündürləşdirmək, genetik potensialı buna imkan vermirsə, bu öz əsasını tapmamış fərziyyələrdəndir. Deməli, uşaq yaşlarından idman etmək boya nə dərəcədə təsir edir? İdmanın boya faydaları nədir? Ümumiyyətlə, idman boyu qısaldırmı? İdmanın boya faydasını bildirmək olar. Ümumiyyətlə, tullanma hərəkətləri falan normal boyu dəstəkləyər. Bir qədər son boyuna da bəlkə də əlavə edə bilər, amma tədqiqatlarda ciddi bir nəticə yoxdur bu barədə. İstənilən halda skelet inkişaf etsin deyə bir uşağın hərəkətdə olması lazımdır. Bunun üçün xüsusi idman növü yoxdur. Bəzən valideynlər israrla idman adı istəyirlər, amma belə bir idman növü yoxdur. İstənilən idman növünə gedə bilər uşaq. Əsas odur ki, oturaq həyat tərzində olmasın. İndiki dərs yükü və s. uşaqları oturaq həyat tərzinə məhkum eləyir. Hərəkətdə olmaları yetərlidir. İstər izgüçülük və s. Qısa boya gələndə necə ki, heç bir idman insanı hündürləşdirməz, eləcə də heç bir idman insanı qısaltmaz. Bu sizin sahənizdə də var. Fitnesə getdi, yük qaldırdı, qısa qaldı. Belə deyil. Güləş futbol boyu qısa saxlayır. Tamamilə heç ümumiyyətlə elmi məlumatlar deyil bunlar. Sadəcə olaraq idman zamanı istənilən travma uşağın boyunu bu stres faktoru ilə ola bilər və yaxud da boy zonaları zədələnərsə xüsusi travmalar zamanı bunlar təbii ki, uşağın boyunu qısa saxlayır. Amma bilavasitə idman özü valideynlər düşünür ki, ağırlıq qaldırır deyə uzana bilmir. Yox, bunlar elmi əsası olmayan məlumatlardır. Bəli, mən də qeyd etmək istəyirəm. Mənim özüm güləşdə olmuşam. Uşaqlıqdan güləşlə məşğul olmuşam. Yəni ağır-ağır belə deyək də paralarımız vardı. Qaldırırdıq onları, oturub dururduq. Uzun məsafə gedirdik. Pil götürüb öz məşq yoldaşını boyumuzu alıb pilləkəni qalxırdıq, düşürdük. Yəni, halbuki mənim atamın da, anamın da boyu qısadır. Amma mənim boyum bugünkündə 1.81'dir. Yəni, deməyim odur ki, idman boyu qısaltmır, əksinə boyun artımına dəstək verir. Məsələn, idmançılar var ki, dünyanın ən güclü idmançıları verir. Onlara baxsaq, strongman deyirlər də o idman növlərinə. Yəni, gelib baxsalar onlara, görərlər ki, onların boyları 1.85, 1.90'dır. Halbuki onlar ən ağır şeyləri qaldırırlar. Yəni, boy qısa olsaydı, onların da boyu qısa olardı. Yəni, idman boyu qısaltmır, əksinə boy hormonu, yəni somatropin hormonu ifrazını və testosteron, kişilik hormonu ifrazını dəstəkləyir.
Dediyim kimi Kənan bəy peşəkardır. Tək öz sahəsində yox, həm də bu endokrin mexanizmlərdə həqiqətən də hormonlara stimul verə bilir idman. Deməli, sümüklərin epifizi qapanmış uşaqlarda boy artımı ola bilərmi? Bax, bu sualı mənə çox verirlər, doktor. Yəni, sual verirlər ki, valideynlər və yaxud uşaqların özləri. Məsələn, mənim 19 yaşım var, artıq bəllidir ki, yəni, boy zonaları qapanıb. Mənim boyum uzana bilərmi? Məsələn, sual verirəm. Mən onlara düzdür, elmi şəkildə cavab verirəm, amma istərdim ki, bu sualın cavabını siz verəsiniz, yəni doktordan işləyir. Boy zonaları təxminən ergənlik tamamlanandan sonra boy zonaları qapanır. Bu hər hədə fərqli yaşdır. Qızlarda təxminən 14 yaş tamamlanır, oğlanlarda da 17-18 yaşda tamamlanır. Bu nə deməkdir? Yəni boy zonaları bağlanıb, demək ki, artıq sümükləşmə tamdır. Sümüyün qığırdaq hissəsi artıq yoxdur. Sümük də biz bilirik ki, sərt toxumadır. Bu sərt toxumanın sonradan uzanması mümkün deyil. Təbii ki, 2-3 sm artım ola bilər. Çünki yalnız biləkdə deyil, başqa boy zonalarımız da var. Onların hesabına tam qapanmadan sonra 1-3 sm-ə qədər uzanma ola bilər. Amma bu uzanma yüksək bir rəqəm deyil. Yəni valideynlərin gözləntilərini doğrultmur və bu da fizioloji prosesdir. Yəni öz-özünə bu artım baş verə bilər. Məsələn, 18 yaşı var, yeni tamamlanıb, bir neçə santimetrdə uzanacaq. Burada önəmli olan məqam nə zaman bağlanıb, onu bilmək qeyri-mümkündür. Yeni bağlanıbsa, bu artım şansı bir qədər var. Amma 2 ildir, 3 ildir boy zonaları bağlanıbsa, artıq yəni boy artımı imkanı yoxdur. Və burada ən təhlükəli məqam valideynlərin müalicəyə, elə uşaqların özündə müalicəyə cəhd etməsi. Hətta boy hormonu müalicəsində də cəhd edirlər. Yəni biz zamanında tövsiyə edəndə valideynlər bu müalicədən qorxur, amma iş işdən keçəndən sonra valideynlər təəssüf ki, bu müalicədə israrlı olur. Qətiyyən olmaz. Çünki epifiz bağlanıb, sümüklərin uzunluğuna böyüməsi dayanıb, artıq biz ona müalicə tətbiq etsək, asimetrik böyümə olacaq. Yəni çənə böyüyər, əllər, ayaqlar böyüyər, amma yenə də uzunluğuna böyümə olmayacaq. Və burada valideynləri çaşdıran məqam nədən ibarətdir? Getdi idmana, dartındı. İndi bilirsiniz, çox mərkəzlər var, boy mərkəzləri. Bəs demişdiniz, uzanmayacaq, 3 sm uzandı. Bir daha qeyd edirəm, o 3 sm fizioloji artımdır. Və əsas məsələ onurğa əyriliyini düzəltmək bu artım hesab olunmur. Və yaxud da dartınma hesabına, biz buna prujin effekti deyirik, yay effekti. Dartınma hesabına fəqərələr aralandı bir-birindən, oynaqlar aralandı, boyunu artırdıq. Təbii ki, bu da həqiqi uzanma deyil. Yəni o yaşdan sonra sümük uzanması demək olar ki, mümkün deyil. Mən də bunu qeyd edirəm. Soruşurlar məndən ki, boy hormonu stomaterapini istifadə eləmək istəyirik. Mən onlara misal göstərirəm ki, il boyu Mr. Olimpiya çıxan idmançılar var ki, yüksək dozada stomaterapini istifadə edirlər. Yəni boy uzansa da onların boyu uzanar. Halbuki onların boyu 1.75, 1.80 arasındadır. Yəni sümüklərin epifizi qapandıqdan sonra dəyərli izləyicilər, doktorun da dediyi kimi, yəni boy uzaması artıq baş vermir. Yəni buna görə stomaterapin hormonundan öz başına istifadə etmək olmaz. Bu Allah uzaq etsin, gələcəkdə akromeqaliya və ya siz onun əlamətlərini dediniz, çənənin böyüməsi, ayaq barmaqlarının böyüməsi, daxili orqanların böyüməsi və s. insülin dirənci kimi problemlər yaşanır bilər. Ona görə də həkim məsləhəti olmadan, həkim tövsiyəsi olmadan heç vaxt belə şeylərdən istifadə etməyin. Burada vacib məqam ondan ibarətdir ki, boy hormonu sonradan müəyyən məqsədlərlə, idman niyyəti və s. müəyyən dozla yol verilən hədlərdə istifadə oluna bilər. Amma boy artırmaq məqsədi ilə istifadə olunmamalıdır və məhz sizin dediyiniz o mülahizəni valideynlər yanlış anlayır. Normal vaxtında boy müalicəsi eləyək deyəndə də deyir ki, akromeqaliya yaradar, insulin dirənci yaradar. Bu məsələlər məhz gecikmiş hallara aiddir. Gecikmiş hallarda istifadə etmək olmaz. Biz də onu idmanda onu da qeyd edeyim ki, izləyicilər də bilsin. Biz idmanda ona görə istifadə edirik ki, lipoliz prosesinin sürətlənməsi üçün, anabolik proseslərin əzələ zülal sintezi üçün və belə deyək də quruma dövründə biz əsas onu istifadə edirik ki, yəni bədənimiz belə deyək, əzələ kütləsini qorusun, yəni artıq olan yağların yanması baş versin, yəni ona görə istifadə olunur. Deməli, bu hamma metodu var deyirlər. Bunun elmi əsası var. Ümumiyyətlə, dünya protokolları bunu təsdiqləyir. Yox, elmi əsası yox. Daha doğrusu elmi əsası var, amma
bu sümüklərin travma alması ilə yenilənməsinə əsaslanır. Amma bu uzunluğa böyümə deyil, daha çox mikrotravmalar vasitəsilə sümüyün yenilənməsi, remodelinqə xidmət edir və sümük möhkəmlənməsinə, travmalardan qorumağa xidmət edə bilər. Amma uzunluğa böyümə barədə məlumatlar yoxdur, elmi əsaslanmır yəni. Çox gözəl. Növbəti sualımız. Boya görə əməliyyat varmı? Bunu eləmək olar. Bunun fəsadları nədir? Hansı fəsadlar baş verə bilər? Sizin tövsiyəniz nədir? Yəni, mənə bu sualları verirlər. Sizə demişdim. Bir neçə nəfər var, deyir ki, yəni, mənim boy zonalarım bağlanıb, həkim deyil artıq boy artım olmayacaq. Mən hardansa eşidib, YouTube'dan falan nəsə görüb gəlib mənə sual verir ki, mən boya görə əməliyyat eləyəcəm. Nə dərəcədə düşünürəm? Bu əməliyyatı var. Bizim ölkəmizdə biraz nisbətən az icra olunur, amma yaxın qonşu ölkələrdə icra olunan əməliyyatdır. Bu biraz estetik əməliyyatdır, məsrəfli əməliyyatdır. Ondan da başqa bir qədər insanın immobil olmasına 2 il ərzində reabilitasiyasına zaman lazımdır. Əməliyyat prinsipi Yelizarov metodu ilə, əvvəllər Yelizarov metodu idi. Sümük kəsilir, ora mil yerləşdirilir və o milin ətrafında sümük öz-özünü bərpa edən toxumadır. Bərpa olur və nəticədə bir qədər uzanma olur. Təxminən 3-9 santimetrə qədər uzanma olur. Yəni maksimal 9-10 santimetrdir. Bu ölçü o qədər də böyük rəqəm deyil ki, buna görə 2 il müddətində insan hərəkətsiz qalsın, reabilitasiya keçsin və s. Amma yenə də burada könüllülük məsələ, yəni istək varsa, məsələn bir kişinin boyu 1.60-dırsa, sözsüz ki, məmnuniyyətlə əməliyyata gedər, məsrəfi də qarşılayar, 1.70-ə qədər artırar boyunu. Və yaxud da qadınlara aiddir. Boyu 1.40-dırsa, heç olmasa 45-50, burada santimetrlər önəmlidir. Amma biz ümumiyyətlə tövsiyə eləmədiyimiz bir əməliyyatdır. Çünki bu artıq tədqiqatlar da göstərir ki, o əməliyyatdan sonra hər insan özünü xoşbəxt hiss etmir. Əksinə o stres dönəmlərini çox çətinliklə keçirdən insanlar olur və bu insanlar sonradan heç kimə bu əməliyyatı tövsiyə etmirlər. Əksəriyyəti, bəziləri xoşbəxt olur, bəziləri çox az bir qismin, faizləri dəqiq deyə bilməyəcəm, az bir qism başqalarına tövsiyə edir və karyerasında yüksəliş olur bu əməliyyatdan sonra, amma bu az bir qismdir. Ümumən ağır, çətin əməliyyat olduğu üçün çox da tibbi göstəriş vermirik. Deməli, boy hormonu iynəsi zərərlidir. Kimlər istifadə edə bilər və kimlərə qadağandır? Boy hormonu iynəsi qadağandırmı? Boy hormonu FDA tərəfindən, bu Amerikanın Qida və Dərman Təhlükəsizliyi Agentliyi tərəfindən biz əsasən ona istinad edirik. Heç bir əks göstərişi yoxdur. Yəni ümumiyyətlə boy məqsədi ilə istifadə oluna bilər, əgər uşaqda əks göstəriş yoxdursa. Əks göstərişdə nədir? Mövcud vəziyyətdə uşağın hər hansısa bir əməliyyat keçirdibsə, ağır bir problemi varsa, hansısa bir törəməsi varsa, yəni onkoloji müalicə alırsa, təbii ki, bu dönəmdə uşağın boy hormonu müalicəsi alması doğru deyil və eyni zamanda uşağın boy zonaları bağlanıbsa, artıq yeniyetməliyi tamamlanıbsa, bu hallarda boy hormonu ilə müalicə aparmaq əks göstərişdir. Amma ümumən hansı hallarda icazə verilir? Boy hormonu çatışmazlığı varsa, bir uşaq az çəki ilə dünyaya gəlibsə, onda idiopatik boy qısalığı varsa, yəni əsas faktorlar bunlardır, amma bir çox genetik irsi sindromlar zamanında istifadəsinə icazə verilir. Boy hormonu özü artıq tədqiqatlar yeniləndikcə biz görürük ki, daha çox geniş istifadə olunmağa başlayır və keyfiyyəti yüksəldikcə də yan təsirlər də get-gedə azalır. Yəni demək olar ki, ölkəmizdə də bir 3000-ə qədər uşaq boy hormonu müalicəsi alır və yan təsir biz allergiyadan o tərəfə, allergiyadan daha irəli bir yan təsir görmürük. Hansısa bu valideynlərin qorxduğu törəmə yaratmaq və yaxud da asimetrik böyümə vermə və s. bunlar görmədiyimiz bir durumlardır və özünün də artıq tək bizim yox, bizim ölkənin təcrübəsi az ola bilər. Dünya təcrübəsində də etibarlı bir müalicə hesab olunur. Mən heç onun əks təsirlərini rast gəlməmişəm. Hətta böyüklər vursa belə. Bəli. Amma Allah uzun eləsin, əgər tümör falan varsa, bu ola bilər ki, sonradan baş verən bir şey ola bilər. Həmin insanın xəbəri olmazsa, bu zaman istifadə edərsə, o tümörü biraz da vurub böyüdə bilər. Aktiv mərhələdə, bəli. Yəni bu müalicə o qədər güvənli müalicədir ki, onkoloji müalicə alıb 2 ildən sağalandan sonra, 2 il keçəndən sonra rahatlıqla bir insan boy hormonu müalicəsi eləyə bilər. Yəni o qədər güvənlidir. Yetkin yaşlı şəxslər var ki, sual verir, mənim 25-30 yaşım var, boy hormonu iynəsi vursam boyum artar. Belə şəxslərə tövsiyəniz? Boy yox, o həddindən artıq
gecdir. Yəni heç olmasa 16, 17 yaş, əslində 15-16 oğlanlarda tamamlanır, amma 17, bəzi gecikmiş hallar olur, 18, 19 yaşa qədər çatır. Amma artıq 25 yaşda qeyri-mümkündür. Boy zonaları bağlanıb. Yəni idmanda hansısa siz dediyiniz biokimyəvi mexanizmlər üçün biokimyəvi niyyətlərlə istifadə edə bilər. Əzələ kütləsi az dozada sözsüz. Amma artıq bu üçün tövsiyə olunur. Onu qeyd edeyim ki, yəni mütləq şəkildə mənə də müraciət edənlər olur ki, mən istifadə eləmək istəyirəm. Yəni boya görə yox, sırf idman məqsədi ilə mən onlara öz başına, yəni onu tövsiyə eləmirəm. Məsləhət görürəm, mütləq şəkildə tövsiyə edirəm. Birinci növbədə həkimə müraciət elə, müəyyən yoxlanışlardan keç, ondan sonra aşağı dozalarda istifadə edə bilərsiniz. Təxminən sizin təyin elədiyiniz idmançıların istifadə elədiyi doza nə qədərdir? Bildiyim qədərilə günə 1 milliqram falan. Belə deyək də, aşağı doza ilə 3 beynəlxalq var. Beynəlxalq. Az dozada öyle bir əks göstəriş olmuyor. Maksimum belə biz istifadə edirik gün ərzində 4-5 beynəlxalq var. Amma professional idmançılar var ki, yəni onlar 10-15 bu dərəcədə. Uşağın boyu qısa qalırsa, bu genetikdir, yoxsa hormon çatışmazlığı ola bilər? Hər ikisi ola bilər. Həm genetik olub, həm də boy hormonu çatışmazlığı ola bilər. Ona görə genetikdir deyib keçmirik. Çünki o zamanlar bunu araşdırmaq qeyri-mümkün idi. Amma indiki müayinə metodları imkan verir araşdırmağa. Bəzən valideynin özünün belə xəbəri olmur ki, onda boy hormonu əskikliyi var və biz onu aşkar edirik. Əvvəl uşaqda, sonra valideynlərdə bilinir və belə hallarda daha erkən müraciət etməlidirlər ki, müalicədən fayda götürə bilək. Deməli, erkən yetkinlik, belə deyək də, erkən cinsi inkişaf boyun qarşısını alır mı? Bəli, boyun qarşısını alan ən vacib səbəblərdəndir və indi artıq hamı görür ki, əhalinin kütləvi olduğu yerlərdə insanlar necə uşaqlar balacalaşır. Bu boyun özü ilə əlaqədar deyil, məhz ergənliyin tez başlayıb sürətli getməsi ilə əlaqədardır. Buna da ən başlıca təkan verən səbəb qidalardır. Yəni yanlış qidalanma, işlənmiş qidalar ergənliyi sürətləndirir. Məsələ ondadır ki, həmin periodda valideynlər səhv salırlar. Ergənlik bir müddət, ilk 1 il, 2 il ərzində boya bir stimul verir, artırır və valideyn də sevinir ki, uşağımın boyu artır. Amma sonradan boy qəfildə dayanır və ondan sonra artıq heç nə etmək olmur. Ona görə uşaqda erkən ergənlik əlamətləri varsa, mütləq araşdırmaq lazımdır. Özü ayrılıqda bir problem yaratmasa da, sırf boya ciddi mənfi təsir edir. Deməli, cinsi inkişaf tez başlayırsa, boy qısa qalacaq. Bəli. Burada vacib məqam cinsi inkişafa hansı boy ilə girməsidir. Bəzi uşaqlar var ki, ergənliyə tez başlasa da boyu geri qalmır. Çünki o ergənliyə girəndə, məsələn, oğlan uşağı 1.60 ilə ergənliyə giribsə, o 1.80 ilə tamamlayacaq. Eləcə də qızlar 1.50 ilə daxil olubsa, 1.70 ilə tamamlayacaq. Ergənliyə hansı boyda daxil olması önəmlidir. Deməli, uşaqlarda boy hormonunu artırmaq üçün dərmansız nə etmək olar? Ailə valideynləri var ki, uşaqlarını nəzarət edir, yəni boyu digər uşaqlara, yəni normalda, yəni belə deyək də, yaxşı inkişaf edir. Sadəcə olaraq yenə də bunu kənardan dəstəkləmək üçün yəni nələri tövsiyə edirsiniz? Biz həmişə deyirik ki, bizim hədəfimiz boyu hündürləşdirmək deyil. Biz normal boyu istəyirik uşaqdan, ailədən. Boy qısadsa onu normallaşdıra bilərik. Amma uşağın boyu normaldır, biz onu hündür edək, təbii ki, belə bir metod yoxdur. Müəyyən qədər idman təsir edə bilər, müəyyən qədər, məsələn, arginin, sink, bu maddələr təsir edə bilər. Təbii ki, kör-köranə qəbul eləməməklə, amma bir daha qeyd edirəm, bunlar normal boyu hündür eləməz. Məsələn, 1.70-i ən azından 1.70 civarında saxlayar. 1.70-i əsla 75-80 eləməz. Bir çox belə maddələr var, biraz vitaminlər, kalsium, idman və s. amma bunların heç biri effektiv deyil. Və nəzərə almaq lazımdırsa, geridirsə boy, dəstək vermək olar, amma normal boya dəstək vermək olmur. Sizin də dediyinizə əlavə eləmək istəyirəm ki, yəni bir çox valideynlərə baxıram ki, uşaqlarını şirniyyat, şəkər, nəbçək falan verirlər. Bunlar artıq belə deyək də boy inkişafını dolayı yolla əngəlləyir. Çünki qanda nə qədər şəkər çox olarsa, insulin yüksək olur. İnsulin də yüksək olanlar, somatropin hormonu, yəni doyum hormonunun ifrazı zəifləyir. Bu da onların boyuna yəni təsir göstərir. Uşaqlara baxırsan ki, belə deyək də, artıq çəkiləri var, amma inkişaf getmir. Onlarda cinsi zəiflik belə bildiyim qədərilə olur. Birinci növbədə qidalanmaya mütləq şəkildə fikir vermək lazımdır.
maksimum dərəcədə uşaqlar da onları şirniyyətsiz saxlamaq olur, uşaqlar şirniyyət sevir. Amma çalışıb maksimum dərəcədə şirniyyətdən uzaq saxlamaq lazımdır. Aktiv olmalıdır, idmana getməlidir. Fərqi yoxdur, üzgüçülük olsun, fitness olsun, güləş olsun, cüdo olsun, bu idmanla məşğul olmalıdır. Çalışıb yüksək sulal tərkibli qidalarla bəslənməlidir. Çünki yüksək sulal tərkibli qidalar boy hormonunun ifrazını dəstəkləyir. Əsas da heyvansal zulallar, ətdir, balıqdır, yumurtadır, bu kimi qidalarla qidalamaq lazım. Nəinki boy artımına, ümumi əzələ kütləsinin artmasına, saçın, dırnağın inkişaf edilməsinə və s. orqanizmdə gedən bir çox proseslərin və bir çox zulal təbiətli hormonların sintezində həmin o zulallar iştirak edir. Və yuxu rejimi əhəmiyyətli faktorlardan biri də odur ki, yuxudur. Çünki biz yatdığımız zaman böyüyürük, inkişaf edirik və bizim anabolik hormonlar, yəni somatropin və böyümə hormonu və testosteron cinsi hormonu bu yuxu zamanı ifraz olunmağa başlayır və uşaq, belə deyək də, uşaqlar yatarkən böyüyür, inkişaf edir. Adətən fikir verirsiniz, körpə uşaqları tez-tez gün ərzində yatırsınlar. Bu da ki, ona görə ki, onun inkişaf etməsi üçündür. Burada vacib məqam ondan ibarətdir ki, valideynlər bu məlumatı bəzən yanlış tətbiq edirlər. Məsələn, həqiqətən də bu mexanizmlər və əlavə olaraq insan ac olanda da stres olduğu üçün boy hormonu ifrazı olunur. Valideynlər boy geriliyinin səbəbini axtarıb ona yönəlmiş müalicə etməyə əvəzinə boyu qısa olan uşaqları saat 9-da yatızdırırlar, ac saxlayırlar, axşam qidalandırmırlar ki, bu uşaqla biz boyunu uzadacağıq. Amma bu doğru deyil. Yəni səbəbə yönəlik müalicə olmalıdır. Boy üçün həkimə nə zaman müraciət edilməlidir? Boy geriliyi müşahidə olunan andan. Bunun yaşı yoxdur. Hətta körpə bir neçə aylıq uşaqda əgər yaşı artmırsa, yaş normalarından geri qalırsa artıq müraciət olunmalıdır. Amma əgər geri qalmırsa, yəni tam normal yaşına uyğun inkişaf edirsə, o zaman yenə də 8-9 yaşdan etibarən endokrinoloq baxmalıdır. Çünki orada artıq cədvəllərə uyğun normativlər deyil, cinsi inkişafa uyğun normativlərə baxmaq lazımdır. O da bir qədər ixtisas sahibləri tərəfindən yönəldilməlidir. Hündürboyluq nə zaman problem ola bilər? Hündürboyluq hər zaman estetik, xoş görüntü yaradan bir problem, bir məsələ deyil. Onun da altında bəzən problemlər ola bilər. Məsələn, elementar boy hormonu ifraz edən hansısa bir onkoloji törəmə ola bilər. O akromeqaliya kimi özünü göstərir və yaxud da ergənlik tez başlayır deyə uşaq yaşlarından hündür ola bilər. Ona görə hər zaman deyirik ki, necə ki qısa boy, hündür boy özü də valideynlərin diqqətində olmalıdır və ailə boyuna uyğun olmayan hündür boy varsa mütləq onu araşdırmaq lazımdır. Bir də bir şey əlavə soruşurum. Baxırsan ki, uşağın anası da qısadır, atası da qısadır və yaxud da belə deyək də, dayıları, əmləri qısadır, amma uşağın boyu hündür ola bilər. Hündür olur, bəli. Bunun səbəbi nədir? Bir çox genetik xəstəliklər, problemlər belə yayılır. Genetik ötürülmə yolu budur. Valideynlər, bütün qohumlar özləri qısa olsa da, boy multigenetik faktor, yəni bir gen deyil boya nəzarət edən, onlarla yüzlərlə genlər nəzarət edir. Və valideyn özü qısa boy olsa da hündür boy genlərinin daşıyıcısıdır. Və bir fərd kimdən hansı geni götürəcək bəlli deyil. Qısa valideynlə hündür boy geni götürürsə və hər iki həm atadan həm anadan bu hündür boyunu götürürsə, hündür boy genini, o zaman valideynlərdən daha hündür olur uşaq. Yəni bu tibbdə rast gəlinən bir haldır, amma valideynlər bunu izah edir ki, bir möcüzəvi hal kimi, necə olur, hamı balacadır, uşaq hündürdür. Bəlkə basketbola gedib ona görə yox. Yəni bu kimdən nə genləri götürməyimizdən asılıdır. Mən bildiyimə görə Kənan bəy, siz tək idman deyil, yəni idman ümumiyyətlə tək hərəkətdən ibarət deyil. Siz bütün orqanizmin endokrinoloji, fizioloji, biokimyəvi mexanizmlərini də bilirsiniz. Bu bir məşqçi üçün vacibdirmi? Bunun faydaları nələrdir? Bəli, ümumiyyətlə fitness trener təkcə məşqi bilməyə kifayət deyil. Yəni, çünki bildiyimiz kimi bu fitness idman ümumiyyətlə bir belə deyək də elmdir. Burada biz bir trener qidalanmanı da bilməlidir, biokimyanı da bilməlidir, anatomiyanı da bilməlidir, fiziologiyanı da bilməlidir. Və bunu demirəm, həkim qədər bilməlidir, amma ən azından bilməlidir. Çünki biz müxtəlif insanlarla işləyirik. Yəni, hər kəsə də individual yanaşmalıyıq. Məsələn, məşq proqramı, qidalanma proqramını biz hər kəsə kopyalayıb ata bilməliyik və yaxud da ki, hər kəsə eyni məşq sistemini keçə bilməliyik. Məsələn, siz həkimlər bizlərə məsələn, pasiyent yollayırsınız ki,
get idmanla məşğul ol, bu idman sənə fayda verəcək. O gəlir trenerə müraciət edir. Bir trener, məsəl üçün belə deyək də, diabet xəstəsi, şəkərli diabeti, birinci tip və ikinci tip şəkərli diabeti ayırt edə bilmirsə və onlara düzgün məşq proqramı keçə bilmirsə, onlara düzgün qidalanma yaza bilmirsə, o artıq trener deyil. Yəni bilməlidir. Bilməlidir ki, bu birinci tip nədir? İkinci tip şəkərli diabet nədir? Mesela uşaq gəlir yanına. Belə deyək də, az yaşlı uşaqdır, 12 yaşı, 13 yaşı var. Bu, yəni buna hansı hərəkətlər etdirməlidir? Qidalanması necə olmalıdır? Yəni sən durub 30-35 yaşlı insana yazdığın qidanı həmin o uşağa yaza bilmərsən, o uşaq, yəni uşaqdır, o şirniyyat da yeməlidir, başqa şeylər də yeməlidir, çox onu sıxmaq olmaz, kardiolarını mesela çox vermək olmaz, onu çox incitmək olmaz. Mən baxıram ki, bəzi trenerlər var ki, yəni fərq qoymur. Uşaqdır, böyükdür, eyni qaydada məşq keçir, eyni qidalanmanı verir. Hətta trenerlər var ki, tələbəsinə məsələn, eşitmişəm ki, kebab yeyib, ətdir də, yəni yeyib, gedib oturub restorana var. Ona görə buna başlayıb kardiosunu artırır ki, daha çox kardio. Niyə? Nəyə görə? Uşaq da yeməlidir. Sən elə eləməlisən ki, o uşaq o idmanı sevməlidir. O uşaq o idmanı davamlı gəlməlidir. Yəni onu demək istəyirəm ki, bəzi trenerlər tələbəsini çox incidir. Yəni onu demək istəyirəm ki, bu əziz trenerlər, bu tələbələr profesional məşğul olmurlar, onlar yarışa çıxmırlar. Bunlar sadəcə həvəskardırlar. Elə eləmək lazımdır ki, onları bu idmandan istindirmək belə olmaz. Bu düzgün bir yanaşma deyil. Ona görə də hər bir trener dediyim qaydada fiziologiyanı, biokimyanı, anatomiyanı, ən əsas da endokrin sistemi çox gözəl bilməlidir. Çünki bizim bu idman, bizim bu fitness hormonlarla bağlı olaraq çalışır. Bilmək lazımdır bunların hamısını. Çox gözəl vurğuladınız. Mən özüm də bir neçə dəfə cəhd eləmişəm fərqli zallarda. Həqiqətən də düşünürəm ki, mən böyük insanım. Uşaqlara da bu cür yanaşırlar, əminəm. Çox aqressiv şəkildə birdən-birə yükləmə və səhər insan artıq hərəkət edə bilmir. Yəni bu nə dərəcədə doğrudur? Növbəti sualım olacaqdı. Siz onu da dəyərləndirdiniz. Çox sağ olun. Və bizim belə bir patologiyamız var endokrinologiyada, ginekamastiya. Biz bunları adətən əgər hormonal problem yoxdursa, yenə də məşq idman zallarına yönəldirik. Ginekamastiya üçün sizdə xüsusi proqramlar varmı? Aradan qaldırılırmı? Effekt necə olur bu hallarda? Doktor, ginekamastiya ümumiyyətlə endokrinoloji bir xəstəlikdir. Artıq onu idmanla bərpa etmək olmur. Təbii ki, burada cərrahi müdaxilə lazımdır. Ona görə də gecikmədən pasientlərə demək istəyirəm ki, kimdəsə ginekamastiya varsa, gecikmədən vaxtında cərrahi müdaxilə və yaxud da lazım olarsa, həkimin yazdığı o iynədən onlarla müalicə aparılmalıdır. Bəli, bəzən də xüsusi bir hərəkət yoxdur ki, yəni bəziləri elə bilir ki, sinə işləyəcəm, sinə hərəkət işləyəcəm, o düzələcək xeyli elə bir şey. Daha çox yalançı ginekomastiyaya aiddir. Yəni pi hesabına artan ginekomastiya. O zaman məşqlərdən müəyyən qədər o da ümumi pi kütləsi azalarsa. Növbəti sualım ondan ibarətdir ki, bəs kilo vermək və əzələ kütləsi yığmaq, bunlar fərqli məşqlərlə mi icra olunur, yoxsa eyni mexanizmdirmi hər birində? Bunlar ola bilər bir-birinə oxşasın. Kilo verməkdə əsas birinci növbədə kalori defisiti lazımdır, ağırlıq idmanı və əsas kardio məşqlər önəm verilir, üstünlük verilir. Əzələ kütləsini artırmaq üçün isə burada əsas kalori profisi yaratılmalıdır, düzgün qidalanma və güc məşqlərinə önəm verilir. Mənə maraqlıdır. Ümumiyyətlə, tam natural yollarla əzələ kütləsinə və xüsusən də relyefinə nail olmaq olurmu, yoxsa mütləq əlavə qatqılar lazımdır? Bəli, bu mümkündür, amma burada səbirli olmaq lazımdır. Çünki əzələ inkişaf elətdirmək ümumiyyətlə səbir tələb edir. Yəni, natural şəkildə. Buna görə də səbirli olub vəziyyətlərə qatlaşmaq lazımdır. Düzdür, biraz vaxt alacaq, amma mümkündür. Sadəcə olaraq mən bəzi, belə deyək də, həvəskarlara özümü demək istəyirəm ki, onlar gəlirlər zala, baxırlar, görürlər ki, biz idmançılar və ya digər idmançıları ola istəyirlər ki, qısa müddətdə nəticə əldə etsinlər. Amma fikirləşmirlər ki, biz özümüz neçə ildir bu idmanın içindəyik, neçə ildir əziyyət çəkmişik, yəni bu yerə gəlmək. Onlar qaçırlar başqa preparatlardan, anabolik steroidlərdən,
istifadə etmək istəyirlər. Yəni onlara bildirmək istəyirəm ki, anabolik steroidlər demək öz başına istifadə etmək sizin sağlamlığınız üçün, gələcəyiniz üçün təhlükəlidir. Belə şeylərdən uzaq durun. Protein tozlarından, idman qida əlavələrindən istifadə edə bilərlər. Bunların heç bir yan təsiri yoxdur. Onlar yediyimiz qidaya əlavə dəstəkçidir. Çünki bəzi, belə deyək də, sizin də kolleqanızda var ki, belə deyək də, idman qida əlavələrinə, anabolik steroidlərindən səhv salırlar. Yəni, onların əks dərsini bağlayırlar idman qida əlavələrinə. Halbuki idman qida əlavələrinin, yəni elmi tədqiqatlar sübut edib ki, bunların heç bir yan təsiri yoxdur. Ən əsaslı, belə deyək də, cinsi hormonlara, qaraciyərə, ürəyə. Əgər sizdə qaraciyərdə, ürəkdə xroniki bir problem yoxdursa, protein tozlarından rahatlıqla istifadə edə bilirsiniz. Əgər yox, əgər varsa o problemlər. Hətta sizə, məsələn, belə deyək, ət yeməkdə, məsələn, ətdə zulalı miqdarda olur, kreatin var. Onları yemək belə, yəni limitli şəkildə olmalıdır. Amma onların heç bir yan təsiri yoxdur və bu sübut olunubdur. Belə. Valideynlərin həqiqətən də kabusudur. Uşağın toz içməsin, protein içməsin. İstəyərdim protein barədə biraz valideynlərin qorxusunu alasınız, azaldasınız ki, nə səbəbə bu qədər qorxu? Həqiqətən də qorxuludurmu sırf protein özü? Yoxsa siz dediyiniz kimi sadəcə qida ilə hər zaman o proteini qəbul etmək olmur. Bəzən vaxta qənaət məqsədi ilə bir neçə qaşıq toz əlavə etmək olarmı? İstərdim bu barədə bir ətraflı bir məlumat verim. Ümumiyyətlə, idman qida əlavələri yediyimiz qidaya əlavə dəstəkçidir. Yəni, bioloji fəallığa malik qida əlavəsidir. Yəni, dərman vasitəsi deyil. Belə deyim, ümumiyyətlə, onlar olmazsa olmaz deyə bir şey yoxdur. Əgər gün ərzində qida vasitəsilə biz yetərincə qədər zuval, karbohidrat, digər makroelementləri yəni qəbul edə biliriksə, onlara ehtiyacımız yoxdur. Amma bəzi insanlar var ki, işlə əlaqədar, məşrəblə əlaqədar, universitetlə əlaqədar yetərincə qədər o zulal tələbatını ödəyə bilmirlər. Məsələn, belə deyək də, bir idmançı çəki başına minimum 2 qram zulal qəbul etməlidir. Deyək ki, 70 kilo çəkisi var, 2 qram zulaldan hesablasa, 72-yə vursa 140 qram edir. Bu adamda cəmi gün ərzində 3 dəfə qidalanmağa vaxt olur. Bir səhər evdə qidalanır, bir də işdə məsələn, abed vaxtı, bir də orada icazə verirlər yeməyə, bir də ki, axşam gəlir. Yəni, bu gündə 3 dəfə qidalanmayla biz əzələmizi istədiyimiz kimi inkişaf elətdirə bilmərik. Çünki əzələ inkişaf elətdirmək üçün daha çox bədən zulal tələb edir. Məsələn, belə deyək, haradasa qida vasitəsi ilə 90 qram, 100 qram biz zulalı qəbul edirik. Yerdə qalan o boşluğu doldurmaq üçün idman qida əlavələri olan protein tozlarından istifadə edə bilirik. Yəni, bunun heç bir zərəri yoxdur, əziz valideynlər. Yəni, mənim tövsiyəm odur ki, kreatin, pre-workoutlar 18 yaşdan aşağı uşaqlar istifadə eləməsin. Çünki pre-workoutların tərkibində kafein miqdarı yüksəkdir. Bu, uşağınızın ürəyi üçün zərərli ola bilər. Həmçinin böyüklərə də aiddir bu. Əgər sizdə arterial təzyiq varsa, ürək damar sistemində problem varsa, kafeinə qarşı həssasızsa, pre-workoutla istifadə eləmək olmaz. Qəti şəkildə. Çünki bunların tərkibində kafein miqdarı yüksəkdir. Bu da sizdə əks təsir yaradılır. Məsələn, məndə özümdə kafeinə qarşı həssaslıq var. Mən pre-workout istifadə edəndə halım pis olur. Ürəyim sıxılır. Ona görə mən istifadə eləmirəm. Bunun əvəzinə nə istifadə edə bilərsiniz? İndi böyüklərə əsasən aiddir. Sitrulin var, sitrulin malat var istifadə edir. Taurindir, misal üçün beta-alanindir. Yəni bunlar heç biri ürək damar sisteminə, yəni kafein tərkibli olan pre-workout qədər təsir göstərmir. Elə adını çəkdiyiniz kreatin barədə də soruşmaq istəyirdim. Gənclər hal-hazırda çox maariflidirlər. Özləri artıq kreatin olarmı deyə bizdən soruşurlar. Biz adətən deyirik ki, 18 yaş altı tövsiyə olunmur. Həqiqətən də belədirmi? Ən çox adı çəkilən əlavələrdəndir kreatində. Bəli, kreatin 3 amin turşudan ibarətdir. Glisin, metionin variginindən insan orqanizm tərəfindən qaraciyər və böyrəklərdə də sintez olunur. Lakin bir idmançı üçün kifayət qədər etməlindən idmançılar supplement olaraq kreatin qəbul edirlər. Kreatin əsasən ət məhsullarında olur.
Məsələn, 1 kilo ətdə belə deyək, ortalama 200 qram arası kreatin var. Bir idmançı, məsələn, 70-80 kiloluq bir idmançı gün ərzində minimum 5 qram kreatin qəbul etməlidir. Kreatin bizim hüceyrələrimizin əsas enerji mənbəyi ATP-in sintez olmasında iştirak edir. Kreatin özü əzələlərdə kreatin fosfat olaraq depolanır. Biz ağırlığı qaldırdığımız zaman kreatin fosfat bir belə deyək də fosfat rabitəsi ötürülür ADF-ə, ADF-dən ATF sintez olunur və biz onun hesabına ağırlığı qaldırıb endirə bilirik. Kreatin bizim güc göstəricilərimizi artırır və əzələ daxili su saxladığına görə, baxın, siz özünüz də yaxşı bilərsiniz, biri var hüceyrə daxili, biri var hüceyrə xarici. Hüceyrə xarici su tutanda, yəni biz buna idmanda dəraltı su tutması deyirik. Lakin kreatin hüceyrənin daxilində suyu tutur. Ona görə əzələlərimiz daha dolu, iri-istər bir forma olurlar. Həmçinin əzələ bərpasının da sürətlənir. Hətta yeni araşdırmalar var ki, kreatinin Alzheimer xəstələrinə belə faydalı olduğu sübut olunurdu. Heç bir zərəri yoxdur. Sadəcə olaraq 18 yaşdan aşağı olan şəxslərə tövsiyə edilir. Amma 18 yaşdan yuxarı olan şəxslər yəni rahatlıqla istifadə edə bilərlər. Və bir də sual verirlər ki, ən çox kreatin istifadə eləmək istəyirik, qorxuruq saçımızı tökər. Kreatinin saç tökülməsinə bağlı cəmi bir araşdırma var. Deyərdim ki, üzərində ən çox araşdırma edilən idman qidaları kreatindir. Cəmi bir araşdırmalı var. O da ki, deyir ki, kreatin DHT testosteronu, yəni DHT-ni artırdığına görə bu da saç tökülməsi yarada bilər. Amma birbaşa orada yazılmıyor ki, saçı tökür. Kreatində dəyərli izləyicilər, supplementdir, anabolik steroidlər qədər DHT-ni yüksəltmir. Yəni bu saç tökülməsi də belə deyim də genetik faktorla bağlı olan bir şeydir. Yəni bu dəqiqə özünüz də bilirsiniz ki, doktor, bir çox xəstəliklər var ki, onların əks-təsirlərindən biri saç tökülməsidir. Sink çatışmazlığı olur, saç tökülməsi orada var, əks-təsirlərdən, D vitamini çatışmazlığı, nə bilim, stres keçirsən, saç tökülməsi baş verir. Yəni bir dənə bu şeyə takılmasınlar, demək istəyirəm. Belə. Və sizə sonuncu sualım, mən bilmək istəyərdim, yaş artdıqca əzələ kütləsini itiririk, azalır və kütlə itməsə də özü də zəifləyir əzələlər. Biz bunun qarşısını almaq üçün müəyyən yaşdan etibarən məşqlərə başlasaq, qarşısını almış ola bilərikmi? Yoxsa bir faydası olmaz, sadəcə həmin zaman üçün təsir edərmi? Yaxşı olar ki, bax, artıq yaş artdıqca sümüklərdə kövrəkləşmə gedir, əzələ içisi baş verir. Cinsi zəiflik baş verir, xəstəliklər baş verir, yavaş-yavaş oyanmağa. Biz bunu idmanla bəli qarşısını ala bilərik. Müəyyən qədər, yəni belə deyək də qarşısını ala bilərik. Sümüklərimizi gücləndirə bilərik, əzələlərimizi gücləndirə bilərik, immun sistemini gücləndirə bilərik. Yəni mənim tövsiyəm odur ki, əksinə yaş artdıqca daha da idmana bağlı olmaq lazımdır. Artıq xaricdə, özünüz də Nabat doktor izləyirsiniz də xarici həkimləri. Artıq həkimlər insanlara dərman əvəzinə idmanı tövsiyə edir. Yəni hətta gələcəkdə artıq dərmanlar yox, idman tövsiyə olunacaq ki, məsələn gəlmirsən, xəstəsənsə, müəyyən bir dərmanlar yazılır, amma dərmanla paralel idmana yönələcəklər. Yəni bu metod artıq demək olar xaricdə də tətbiq olunur və bizim ölkədə də inşallah ki, yəni siz həkimlər tərəfindən təbii ki. Çox sağ olun, çox ətraflı danışdınız, çox məlumat verici oldu. Təşəkkür edirəm. Buyurun, sağ olun.